Salam, mən doktor Alşan Paşazadə, uşaq cərrahı və uşaq uroloqu. Bu gün sizlərə göbək yırtıqları haqqında məlumat vermək istəyirəm. Göbək yırtıqları özlərini göbək nahiyəsində şişlik şəklində biruzə verirlər. Bəzən göbək nahiyəsində bağırsaq səslərində valideynlər eşidə bilər. Yeni doğulmuş uşaqların təxminən 20%-də bu patologiyanı biz görürük. Vaxtından öncə doğulmuş uşaqlarda isə bu patologiyanı daha çox rast gəlirik, bu patologiyaya daha çox rast gəlirik. Göbək yırtıqları adətən heç bir şey müdaxilə etmədən öz-özünə bağlanırlar. Lakin bəzi hallarda bizim cərrahi müdaxiləmizə gərək qalır. Adətən 95% ehtimalla göbək yırtıqlarını sadəcə izləyirik. Lakin əgər yeni doğulmuş bir uşağın göbəyində 4 sm-dən böyük bir göbək yırtığı varsa və 1 yaşından böyük bir uşağın 1.5 sm-dan böyük bir göbək yırtığı varsa, bu halda biz cərrahi əməliyyat məsləhət bilirik və tətbiq olunmalıdır da. Və bundan başqa göbək yırtıqları haqqında belə bir məlumat da vermək istəyirəm ki, bəzən ailələr əgər uşağın göbək nahiyəsində belə bir şişlik görürlərsə, bura bandajlar və yaxud qəpik bağlamaq kimi üsullardan istifadə edir. Demək istəyirəm ki, göbək özü sirkulyar, yəni dairəvi dediyimiz bir əzələdir və bir-birinə yaxınlaşaraq bağlanır. Buna görə də tətbiq etdiyimiz həmən bu üsulların heç bir müalicəvi bir faydası yoxdur. Əksinə biz göbəyin altında birbaşa bağırsaqlar olduğundan bu hissəyə zərər verib, zədələyib bağırsaqların zədələnməsinə yol aça bilərik. Buna görə də bu üsulların tətbiqinə məsləhət bilmirik və bir uşaqda göbək nahiyəsində belə bir şişlik görürüksə, bir uşaq cərrahına müraciət etmənizi tövsiyə edirəm.